Mövsümün ən gözəl tərəvəzi sayılan ağ turp. İnanıram ki, bir çoxları yox ha. 80% bunu nə istifadə eləmir, nə də tanımır. Yaxın oturur. Ağ turp, ağciyərə çox güclü faydası var. Öskürəyə faydası var. Bəlğəm gətiricidir. Nəfəs yollarını rahatlaşdırır. Gümrahlığı bərpa edir. Mikrob və bakteriyalara qarşı çox gözəl məhsuldur. Ən gözəl, rahat reseptini sizə təqdim edirəm. Baş hissəsini bıçaqla kəsib, qapaq formasında götürürsünüz. İçini qaşıqla yaxşıca ovursunuz. Təmiz bal içinə əlavə edib, qapağını örtürsünüz. 2 gün, 3 gün də ola bilər. Saxlayırsınız, turpun şirəsi bal şərbəti ilə qarışır. Möhtəşəm. Balı yeyirsiniz, turpu da qəbul edirsiniz və sağlamlığınızı bərpa edirsiniz. Ailə üzvlərinizlə mütləq istifadə edin. Gözləməyin ki, xəstələnəsiniz. Sağlam olun dostlar.